Siz həkimə dizimizə iğnə vurursunuz, qiyməti 750 manat. Ona görə də dostlar 10 gün effekt verir, daha sonra heç bir təsiri olmur. Bax bunun üçün sizə bir dənə sir açacağım. Bax gördüyünüz glukozamin, xandraitin sulfat. Glukozamin, xandraitin sulfat nə üçündür? Diz arasında iğnəsiz, dərmansız mayeni bərpa etmək üçün. Bax görürsünüz bax bunlar dostlar. Səhər və axşam yemək arası 2 dənə istifadə edirsən, nə divardan tutacaqsan, nə əsa götürəsən əlbə, rahat, tam məhdudlaşmış hərəkətini bərpa eləyəsən. Sadəcə olaraq səbr edib bunu 30 gün, 35 gün içmək lazımdır. Bu sirrin bir tərəfidir. Keçirik növbəti məsələyə. Baxın dostlar, sizə iyonlaşmış biokalsi mən sizə təqdim edirəm. Bu iyonlaşmış biokalsi elə belə kalsi deyil. Bu Azərbaycanda istehsal olunan və yaxud apteklərdə satılan dediyiniz bu kalsi deyil. Bunlar iyon şəklindədir. Bu bilavasitə qana və sümüyə hopulur. Bax gördüyünüz ki, əlində göstərirəm. Darçın dadı verir. Çox möhtəşəm bir dadı var bunun. Bu nə üçündür? Sırf dizlərdə olan və beldə yırtığı olan insanlar, hansı ki çatışmayan maddələr var. Magnezyumdur, selendir, bordur, B1 və 12-yə qədər bütün maddələr hamısı bunun içində var. Hər kəsə tövsiyə olunur ki, bu məhsuldan istifadə etsinlər. Amma bunların ikisini bir də kompleks şəkildə siz həyata keçirsəniz, çox demirəm, 21 gün içsəniz, sizin dizinizdə olan maye tam şəkildə bərpa olunacaq, hərəkətiniz tam təmin olunacaq, tam şəkildə istifadə edin.